Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 11 maydan 18 maya doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar, pul şansınız bu həftə çox gözəldir. Yəni çoxdan da gözlədiyiniz pul mübadiləsi istəyirsinizsə, pulla əlaqədar aktivləşmələr istəyirsinizsə və pulla əlaqədar olaraq nə etmək istəyirsinizsə, satqı olaraq, alqı olaraq, aktivləşmə olaraq bunları edə bilərsiniz. Və bu həftə dəhşətli dərəcədə hər şeyə çox ehtiyac duyacaqsınız. İnsan olaraq, belə diqqət olaraq, maddisal olaraq ehtiyac duyuram. Ətrafımda olmağınızı istəyirəm. Gün bəzi nüanslarımız olacaq. Bir balaca elə bir sınağa salacaqsınız ətrafınızda olan insanlar bu həftə balıqlar. Mənə qarşı necədirlər, addım hərəkətlər necədir? Bu həftə elə bir onları sınağa alacaqsınız. Yəni müqayisə eləyəcəksiniz necədirlər, sizin əlaqələr necə olacaq, gələcəyə doğru özlərini dəngələşdirmələr necə olacaq? Bunları analiz etməyə çalışacaqsınız. Pis həftə deyil. Pul mübadiləsindən bağlı stabillik quracaqsınız. Emosionalınız uşaq kimi hərəkətlər həddən artıq çoxdur. Uğurlu edə bilərsiniz. Ümumi dəyərləndirsək balıqlar həftəlik olaraq gedişat 79%-ə qədər uğurlu edə bilərsiniz. Zaten pis həftə deyil. Narahat edici həftələrdən biri xərçənglər sizin həftənizdir. Xərçənglərin ümidsizliyi çoxdur, problemləri çoxdur. İş, pul, maddiyatla əlaqədar verəcəyi qərarlara görə narahatçılıqları çoxdur. Maddisal uçuruma gedəcəyi vəziyyətlər var. Qadınla əlaqədar olaraq bəzi nüanslarda aldanma, bəzi nüansda yarımçılıq gözləmədiyi bəzi problemlərlə üzləşəcək xərçənglər. Əgər bacarırsınızsa mühitinizi, yerinizi, ətrafınızı, işlərinizi bir müddət saxlayın və yaxud da transformasiya edin, sıfırlayın, güncəlləməyə çalışın. Çünki bu gedişat sizin gələn həftələrə doğru ən aşağısı 3 həftə çərçivəsində eyni enerjidə saxlamağınıza səbəb olacaq. O qədər ümidsizsiniz, amma bu həftə o qədər hər şeyə qarşı açıq gözlüsünüz ki, yəni ətrafınızda nələr baş verirsə bunları ciddi analiz edin. Çünki bunların gedişatı davamlı şəkildə daha da güclü bir formada olacaq və bunları düzəltməlisiniz. Pulla bağlı problemləriniz, udarlarınız olacaq. Ola bilər xoşlamadığınız, bəzi sağlamlıqla əlaqədar ətrafınızda olan insanların sağlamlığına əlaqədar problem və narahat edici xəbərlər alasınız. Çox deyə bilmərəm, 64% həftəvizi xərçənglər uğurlu edə bilərsəm, amma bu o qədər də uğurlu həftə deyil. Həftənin uğurlarından biri də belə deyim də, əqrəblər siz özünüzü çevirə bilərsiniz, amma belə deyim də, qocaman və enerjisiz olmağınızı qırağa qoysaz. Yəni bu həftə biraz kəskin danışıqlar edəcəksiniz, amma bu danışıqlarda da haqlısınız. Lazımlı insanlara lazımlı fikirləri bildirməyə bacaracaqsınız. Bu həftə bacardığınız qədər dincəlin, ruhunuzu və bədəninizi qidalandırmağa çalışın. Çünki belə deyim də, bədəninizin ac olduğunu hiss eləyəcəksiniz. Yeniliklər həftəsidir, keçmişdən olan bəzi xəbərlər tamamilə bitirəcəksiniz. Hamısını belə deyim də, işlərinizi başa çatdırmağa bacaracaqsınız. Üzərinizdə olan maneələrdən canınızı qurtaracaqsınız və valideyn enerjilərinizlə əlaqədar enerjilərinizi tam yüksək səviyyədə düzəltməyə bacaracaqsınız. Ən birinci məqamlarda bizim ruhumuzun dincəlməsi, yuxu və enerjilərimizdə, bədən sağlamlığımızda, sinirsel problemlərimizdə, sümüklə əlaqədar olan narahatçılıqlarımızda və mənim xoşuma gəlməyən bir şey var. Qida nəfəs borunuza gedən enerjilərdə problem var. Bunları düzəltməlisiniz. Əqrəblər sizə aiddir. Ya da qidalarımıza fikir verməz. Pis həftə deyil, 83%-ə qədər həftəviz uğurlu edə bilərsiniz, amma bu həftə ruhunuz sakit olacaq. Bu həftə ruhunuz əqrəblər dincələcək. Çoxdan da axtardığınız azadlıq, çoxdan da axtardığınız məsuliyyətsiz bir zaman əqrəblər bu həftə ola bilər.